21-ci əsrdə müharibələr təkcə səngərlərdə deyil, həm də server otaqlarında, məlumat bazalarında və kod sətirlərində aparılır. Bu mübarizənin ön cəbhəsində duranlar kiber təhlükəsizlik mütəxəssisləridir. 2025-ci il 9-10 oktyabr tarixində Bakı regionun ən böyük kiber təhlükəsizlik tədbirinə CIDC 2025 festivalına ev sahibliyi etdi. Bu sadəcə texnoloji sərgi yox, sözün əsl mənasında bir təhlükəsizlik manifesti idi. CIDC 2025 festivalı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin təşəbbüsü ilə təşkil olunmuşdu. Tədbirə 2245-dən çox ziyarətçi, 934 təlim iştirakçısı, 51 komand və 56 tərəfdaş təşkilat qatıldı. 2 gün ərzində kiber festival çərçivəsində 10 təqdimat və 5 panel müzakirəsi keçirildi. Əsas məqsəd kiber təhlükəsizlik sahəsində müasir tendensiyaları müzakirəsi, real problemlərin həlli və çağırışlara cavab verən kiber müdafiə həllərinin nümayiş etdirilməsi, kiber təhlükəsizlik sahəsində dialoqu genişləndirmək, təcrübə və bilik paylaşmaq, eləcə də məqbul kiber müdafiə strategiyaları və texnoloji həlləri nümayiş etdirməkdir. Eyni zamanda kritik infrastrukturların kiber təhlükələrdən qorunması üzrə əməkdaşlığı gücləndirmək və innovasiyaları nümayiş etdirmək idi. Festival çərçivəsində bir sıra təlim proqramları, o cümlədən Hack Safe Future 2 kimi pulsuz maarifləndirici sessiyalar təşkil olundu. Bu təlimlərdə gənc IT mütəxəssislərindən tutmuş dövlət qurumlarının nümayəndələrinədək hər kəs iştirak etdi. Ən böyük maraq isə ağıllı şəhərlərdə kiber müharibə mövzusunda keçirilən CIDC yarışına yönəldi. Komandalar real təhdid ssenarilərinə qarşı müdafiə strategiyaları qurdu. Ekspert çıxışlarında süni intellekt, deepfake texnologiyaları, Zero Trust modelləri və digər müasir mövzular müzakirə olundu. Bu isə tədbiri yalnız lokal deyil, həm də qlobal əhəmiyyətli platformaya çevirdi. Festivalın ən canlı hissələrindən biri isə Cyber Security Solutions Expo sərgisi idi. Burada yerli və xarici şirkətlər öz müasir kiber müdafiə həllərini təqdim etdilər. Süni intellektlə idarə olunan təhlükə aşkarlanma sistemləri, blockchain əsaslı məlumat qoruma texnologiyaları, yeni nəsil firewall və şəbəkə təhlükəsizlik avadanlıqları. Burada yalnız böyük korporasiyalar yox, həm də yerli startaplar öz sözünü dedi. Festival innovasiyalara qapı açdı. CIDC 2025 təkcə kiber təhlükəsizlik üzrə tədbir deyildi. Bu, gələcəyin digital təhlükəsizlik mədəniyyətinin başlanğıcı idi. Burada qazanılan bilik, qurulan əlaqələr və ortaya qoyulan texnologiyalar gələcək nəsillərin daha etibarlı bir rəqəmsal dünyada yaşamasına xidmət edəcək. Çünki müasir dövrün qəhrəmanları səssiz qalxanlar, kompüter arxasında duranlardır. Bakıdan başlayan bu təşəbbüs isə artıq regional yox, qlobal təhlükəsizlik gündəminin bir hissəsinə çevrilir. Tədbirin əsas hissəsini təşkil edən virtual kiber müharibə yarışı bu il ağıllı şəhərlərdə kiber müharibə konsepti əsasında baş tutdu. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və ilk dəfə 5 xarici komanda iştirak etdi. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Moldova, Qırğızistan və Tacikistan komandaları yer aldı. Qalib komandalar 30.000 manatlıq mükafat fonduna sahib oldular. Yarışın sonunda 3 komanda fərqləndi. Redbox komandası mükəmməl koordinasiya və yüksək texniki bacarıqları ilə birinci yerin sahibi oldu. CyberCell komandası innovativ yanaşması və taktiki planlaması ilə ikinci yerin sahibi oldu. Birsec komandası isə davamlılıq və çevik müdafiə yanaşması ilə üçüncü yerə çıxdı. Bu yarış bir daha sübut etdi ki, texnologiya təkcə bir vasitə deyil, həm də müdafiənin silahıdır.